Allah bəndələri yenə də özümü və sizləri ilahi təqvaya riayət etməyə dəvət edirəm. Təqva bizim səadətimizi təmin edir. Allahın vacibatına icra etməyə və günahlardan çəkinməyə dəvət edirəm ki, bəşərin səadəti bundadır ki, vacibatı icra eləsin və haramlardan çəkinsin. O vacibatdan biri həccidir. Həcc ilahi bir qanundur, vacibi bir əməldir. Allah təbarək və teala Qur'an-ı Kərimdə buyurur: "Və lillahi hiccul beyti men istata'a ileyhi sabila." Hər kəs müstəti oldu, imkanı oldu, qüdrəti oldu, Allah evinin ziyarəti, həccə getmək ona vacib olur. Bu belə deyir ki, istəsəm gedərəm, istəsəm getmərəm, hələ tezdir, qalsın neçə il sonra gedərəm. Bu belə deyir. Əgər imkan varsa, maddi imkanın var, yol açıqdır, sənəd məsələn hər şey, qüdrətin, fiziki sağlamlığı yerində, sən müstəti sayılırsan, istitaət tapırsan və həcc sənə vacibdir. Bu barədə əgər hər kəs getməsə, ağır hədislər və cəzalar var bu barədə. Ki, Həzrət buyurur ki, hər kəsə həcc vacib ola, getməyə və dünyadan gedərsə, Müsəlman kimi məşhur olmaz, ya Yəhudi kimi gələr məhşərə, ya Məsihi kimi, Xristiyan kimi. Bu adamı ki, həcci inkar edir, həccə getmir. Həcc nə deməkdir? Həcc Allahın qonağı olmaq deməkdir. Həcc yəni Allaha qonaq düşmək. Həcc yəni Allahla bəndəçilik, bəndəlik əhd-i peymanı bağlamaq. Həcc yəni Allahdan qeyrisindən üzülmək. Həcc yəni nəfsani istəklərlə mübarizə etmək. Həcc yəni şeytanlarla, şeytanın özü ilə, şeytanlarla mübarizə aparmaq. Nə üçün həm şeytan deyirik, həm şeytanlar? Yəni fəqət şeytan deyir ki, şeytanın dəstəsi var, ordusu var. Həcc yəni şirki və şirkin bütün növlərini inkar etmək. Həcc yəni şirki və şirkin bütün növlərini inkar etmək. Həcc yəni iradələri möhkəmləndirmək. Həcc yəni həvai nəfsə qalib gəlmək. İnsan həcc edərək həvai nəfsinə qalib gəlir və həcc edərək ruhun, günahların çirkabından təmizləyir. Həcc çox mühüm məsələdir. Həzrəti Zəhra-i Mərziyyə, Fatimə-i Zəhra, salamullah aleyha, o məşhur əzəmətli xutbəsində həccin fəlsəfəsini işarə edərək buyurur ki, "Vəl həccə təşyidən lid-din." Allah həcci vacib elədi, dini qüvvələndirmək üçün. Əgər həcc olarsa, dini qüvvələndirir. Əgər həcc olarsa, bu mühüm məsələdir. İnsan turist kimi həccə gedir. Bu həccdir ki. O həccidir ki, həccin mahiyyətinə malik ola. Həccin fəlsəfəsi onda ola. Həzrəti Mövla buyurur: "Fərada aleykum həccə beytihil haram." Allah öz evinin həccin, bu həcci sizə vacib buyurdu. Nə üçün? Fəlsəfəsi nədir? Cəmaati əzəmətinin qarşısında təvazukar etmək üçün. Həccə gedənlər Allahın əzəməti qarşısında gərək özlərini sındırsınlar. Hətta o ki, təqsir eləyir insan, saçın qırtdırır. Bu deməkdir ki, yəni təkəbbürə gətirən, yəni təkəbbürün simvolları belə deyək. Hər o şey ki, insana təkəbbür gətirər, bütün o şeyləri həccidə insan kənara qoymalıdır. Onlardan biri insanın zahiri görkəmidir, saçıdır. Həzrət buyurur ki, Allah həcci vacib elədi ki, cəmaat onun əzəməti qarşısında təzim etsinlər,
özlərini sındırsınlar, təvazukar olsunlar və onun izzətin təsdiq etsinlər. Həcc bunun əlamətidir. Həccin bərəkəti çoxdur. Biz bu qısa xütbədə bütün bu məsələləri vurğulaya bilmərik. Həcc ilahi bir sərmayədir ki, müsəlmanlara verilibdir. Allah səmavi və ilahi bir sərmayə olaraq həcci müsəlmanlara əta edibdir. Ey kaş bu müsəlmanlar ağıllı olaydı. Həccin dəyərin, qiymətin dərk edəydilər. Müsəlmanlar əgər ayıq sayıq olalar, həccin mahiyyətini dərk edərlər və mahiyyəti əsasında həccə gedərlər, bir çox faydaları əldə edərlər. Çoxlu faydalar. Həm dünyəvi, həm axirət faydaları. Hansı dinin həcci var? Hansı dində belə bir izdihamlı, əzəmətli bir ayin var, mərasim var? Heç bir dində. Dünyanın bir çox ölkələrindən, müxtəlif məzhəblərdən, millətlərdən insanlar xüsusi günlərdə gəlirlər Məkkiyə və eyni halda milyonlar eyni ayinləri icra edirlər. Çox əzəmətlidir. Sən Minaya bax, Müzdələfiyə bax, məhşər. Həqiqətən də məhşər, qiyamət insana xatırladır. Varlı, qara millət, ağ millət, millətindən, irqindən, məzhəbindən asılı olmayaraq hamının bədənində iki ağ parça düzülüblər Mina məhşər səhrasına, Ərafat. Hamı eyni zikirlər deyir, Allah Allah deyir. Qiyamət gündə bu cür olacaq. Hamı Allah Allah deyib çağıracaq. Heç kəsin heç nəyi olmayacaq. İbrətlər çoxdur. Amma müsəlmanlar ayıq, sayıq olalar. Əllərində olan bu ilahi sərmayənin qədrin bilərlər, dəyərləndirərlər, çoxlu faydalar əldə edə bilərlər. Faydalar nələrdir? Faydalar bundan ibarətdir ki, insanlıq zirvələrinə yüksələ bilərlər. Mənəvi, əxlaqi faydalar əldə eləyərlər. İnsanlar həcci mahiyyət üzrə etsələr, şeytanlarla mübarizə etmiş olarlar. Zalim hakimləri məğlub etmiş olarlar. Dini qorumaq üçün fədakarlıq etmiş olarlar. Və nəticədə öz səadətlərin, öz xoşbəxtçiliklərin təmin etmiş olarlar. Həm dünyəvi səadət, xoşbəxtçiliklər, həm də axirətdə əbədi səadəti əldə etmiş olarlar. Çox mühümdür həccin faydaları. Amma bu qədər ki, insanlar gedirlər, görəsən heç bilirlər həcc nədir? Həccin mahiyyəti nələrdir? Və zahiri, bir çoxlarının ibadəti elə zahiridir. Namazlar da o cürdür. Oruc da o cürdür, həccləri də o cürdür. Əbu Bəsir həcc mövsümündə yetişdi İmam-ı Baqir əleyhissalamın huzuruna. Əbu Bəsirin gözləri görmürdü. Hər iki gözü görmürdü, kör idi. Kör ağır ifadədir. Ona görə Əbu Bəsir deyirlər. Əbu Bəsirin gözləri görmürdü. Amma səsləri eşidirdi Əbu Bəsir. Görürdü ki, Kəbə ətrafında nə qədər izdiham var, nə qədər səs gəlir. Ləbbeyk deyənlər, məsələn, istiğfar eləyənlər, ağlayıb, nalə edənlər. Yetişdi İmam-ı Baqir əleyhissalamın huzuruna. Həzrətə ərz elədi ki, bu il hacı çoxdur. Çoxlu nalələr, çoxlu hayküy var. Səsləri ucalıbdır, məlumdur ki, hacı çoxdur.
İmam-ı Muhammed Baqir əleyhissalam ona buyurdu ki, istəyirsən deyəcəyim sözü görəsən özün, göstərim sənə, o şey ki istəyirəm deyəm, onu özün görəsən. Ərz elədi, bəli ya ibn Rasulullah, bəli. Həzrət Mübarək əlin çəkdi Əbu Bəsirin gözlərinə və dua elədi. Əbu Bəsirin gözləri açıldı. Deyir, baxdım Kəbə ətrafına, Məscidül Hərama, hacılara, o ki, onların izdihamı çox idi. O ki, onların nalə səslərin, dua səslərin, qışqırıqların, hərəkətlərin eşidirdim, amma görmürdüm. Deyir, baxdım, gördüm ki, bir çoxlarının batini, həqiqətləri heyvan şəklindədir. Bir çoxları heyvanat şəklində. Həzrət ona göstərir həqiqəti. Əbu Bəsir bir çox hacını orada heyvanat şəklində gördü. Və deyir ki, imanlı adamlar onların arasında gecənin qaranlığında parlayan ulduzlar qədər idi, az idi yəni. Bənzətmə də gözəldir. Onlar zülmətə qərq olub. İmanlı adamlar, Həzrət ona elə təsərrüf eləmişdi ki, imanın nurun görürdü insanlarda. İmanlı adamlar qaranlıqda ulduzlar kimi görsənirdilər. Orada bir ifadə var. Həzrət Əbu Bəsirə deyir ki, hacılara bax. Hacıları gör. Həzrətin o ifadəsi ki, Əbu Bəsirə deyibdi, elə indi də var. İndi də İmam-ı Baqir əleyhissalam deyir, hacılara bax. Şərab satan hacılar, min oyundan çıxan hacılar, Kəbənin ətrafında hörmətsizlik edənlər, müqəddəs hərəmdə zalimə dua eləyənlər, bunlar hacıdırlar. Həzrət İmam Muhammed Baqir əleyhissalam buyurur ki, Əbu Bəsir, hacılara bax. Çox təəssüflər olsun. Çox çətindir vəziyyət. Yəni, həqiqi hacı həmişə az olub, elə indi də azdır. Necə ki, həqiqi namaz qılan həmişə azdır, həmişə az olub, indi də azdır. Həqiqi möminlər həmişə az olubdur, elə indi də azdır. Ümumiyyətlə, keyfiyyətli məsələ həmişə az olubdur. Amma, belə deyə, o haykü çoxdur. Bu xütbədə işarə edirik yenə Qəzzədə zülümə. Nə üçün biz hər cümə buna işarə edirik? Mən qorxumdan işarə edirəm, o mənəvi qorxudan. Olmuyor Allah bizim üçün bu hal adiləşə. Necə ki, bir çoxlar üçün adiləşib. Olurdu orada. O necə ki, o deputat, qeyri-müsəlman olan o deputat, dedi ki, gözümüzün önündə günahsız insanları bu mənfur rejim, düşmən qırır, soyqırım edir orada. Bütün dünyanın göz önündə baş verən bir hadisədir. Olmaya adiləşdi insanlar üçün bu. Hələ belə olmalıdır. Yahudilər, bu sehyonistlər elə daim bu günahsız uşaqları, körpələri, insanları bombalayıb öldürməlidir. Bütün dünya da buna artıq normal bir hal kimi baxmalıdır. Ona görə özümüzə vəzifə bilirik ki, daim bunu xatırladırıq. Daim bunu deyirik. Və eşq olsun Yəmən əhlinə. Həqiqətən onlar nə qədər qeyrətə malikdilər. Onlar Yəmən əhli, Yəmənin o qeyrətli şiyələri, qeyrətli müsəlmanlar, düşməni zəlil edirlər, bizləri sevindirirlər. Necə? Dünənləri gördünüz. Elə raketlərlə onların aeroportlarını vurdular. Necə o həşərat gedər o girərlər zirzəmilərə,
öz yuvalarına. Onlar necə qaçırdılar? Pənahgahlarına, padvallara. Necə ki onlar qeyrətli Yəmən əhlinin hücumları qarşısında zəlil şəkildə qaçırdılar. Uşaq öldürmək deyil ki. Baxın, diqqət edin. Sən hava qüvvəsi olmayan, silahı olmayan, heç bir şeyi olmayan Qəzzənin, Livanın üzərinə gəlirsən, rahat dayanırsan, ağır-ağır bombaları tökürsən, bu şücaət deyil ki. Bu böyük bir hünər deyil ki. Amma hünər odur ki, sən iddia eləyirsən mənim hava qüvvələrindən ən güclü müdafiə sahibi. Amma belədir də, bunlar iddia edirlər ki, ən güclü hava müdafiəsi bizdədir. Belə iddia ilə yanaşı, Yəmən qeyrətliləri sizin o güclü hava qüvvələri yarır və sizləri zəlilanə şəkildə padvallara qaçırdı. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, la ilahe illallah. Ki biz görürük onlar zəlil şəkildə padvallara qaçırlar. Tezliklə o günü görəcəyik ki, onlar zəlil şəkildə işğal elədiyi torpaqları qoyub qaçacaqlar. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, la ilahe illallah. Necə ki, gördünüz, Qarabağ işğal olunmuşdu. Necə keçdilər? İşğalçılar bilməlidirlər. Millətindən asılı olmayaraq. Hər kəs işğalçıdır, zalimdir. Özü də bilir və bilməlidir ki, bu mənim deyil, mən buradan haçansa çıxıb getməliyəm. Allahın verirəm öz izzəti kərəminə tezliklə zalimləri məhv nabud eyləsin. Aqibətimizi xeyr eyləsin. Həzrətin zuhuru ilə gözlərimizi münəvvər eyləsin.